Bir nəfər ibadət eləyir. Gecə gündüz ibadət eləyir, zikir deyir, namaz qılır filan. Mələklər baxır heyrət içində. Deyir, ilahi, bu nə gözəl bəndədir. Bunun zikrinə bax, bunun halına bax. Mələklər baxır, deyir. Deyir ki, Allah deyir, baxın onun adı hardadır. Baxırlar, görürlər, adı bədbəxt adamların siyahısındadır. Lövh-ü məhfuzda. Bədbəxt adamların siyahısındadır. Deyirlər, ilahi, bu nə heyrətamiz səhnədir. Bu boyda abid, neçə gündür baxırıq, neçə vaxtdır bu halla sənə ibadət eləyir. Deyir, hə, belədir. Gedin özünə deyin onun. Qabaqlar deyir, var da hədislərdə çox var. Mələklər gəlib görsənərdi insanlara. Çox olub belə hədislərdə var. Deyir, insan surətində gəldilər, ya yuxusuna gəldilər, bilmirəm, yadımdan çıxıb, bilmirəm o hissəsini. Deyir, dedilər ki, çox özü yorma ibadətlə, Allah sənin adı bədbəxtlərin siyahısına yazıb. Deyir, baxdı, təbəssüm elədi. Dedi, nə sözüm ola bilər? İxtiyar onun əlindədir, məndən ibadət eləməkdir. Hara istəyər yazar. Mənim əlimdə nə ixtiyar var? Mənim işim ona bəndəli eləməkdir, mən onun nazını çəkəcəm. Nə inir eləsin, qələm onun əlindədir, ixtiyar onun əlindədir. Deyir, mələklər qayıdır onun cavabını Allaha çatdırır. Allah deyir, baxın, görün, adı hardadır. Deyir, görürlər, bədbəxtlərin siyahısından çıxardıb, salıblar nicat tapanların siyahısına. Nəyin nəticəsində? O qədər əriyəsən qabağında ki, gələn kimi üstünə buyur yuxarı başa belə şey olmur. Gərək qapıda diyanasan, əriyəsən. Ona görə yox ki, Allahın xoşu gəlir ki, mən sındırmasam qəbul eləmirəm. Yox, sən sınmasan yol bağlıdır. Yolun xüsusiyyəti budur. Səni qapıda məəttəl saxlayır ki, deyir ki, yox, buraxmıram səni. Oradan gəlirsən, buradan. Bu proses var, get, gəl. Burada sən düzəlirsən, islah olursan, sən təmizlənirsən. Qədr gecəsində əli boş gedək Allahın qapısına. Büsüz nədir? Allah deyir, gəlin, bağışlayın, filan. Hə? Bir dənə də sözü var, deyir, zəlikə fəzlullah yu'tihi mən yeşə. Naza bax. Bu sözlərdən çəkinmini bəzi adamlar sabah mənə irad tutmasın ki, gətirib qəzəl ədəbiyyatını Allaha tədbiq edir. Xeyr, elə qəzəl ədəbiyyatı, bu irfani ədəbiyyat elə Allaha aid olub həmişə. Mən ona aid eləmirəm. Deyir, zəlikə fədlullah yu'tihi mən yeşə. Bu Allahın fəzlidir, istədiyinə verər. Yəni, özüm bilərəm kimi bağışlayaram, kimi yox. Mən bilirəm onu. Mən bilirəm kimi bağışlayaram, kimi yox. Bu Allahın fəzlidir, istədiyinə verər. Mən istədiyimə verərəm o fəzli. Bəli, qaydası, qanunu var, amma sənli deyil o qayda. Bəli, kimə istəyir, nə deməkdir, istəməyin şərti nədir, onu sənə aid deyil. Mənlə nisbətdə sən denən ki, istədiyi bağışlayırsan, mən görəsən onu istədiklərindən yox. Bağışlamaq sənin ixtiyarındadır. Gərək iltimas eləyəsən, xahiş eləyəsən. Bunu sındırmaq üçün eləmir, əritmək üçün eləyir. Çünki sən əriyən məqamda rəhməti çəkə bilirsən. Bağışlanmaq əriməyi tələb eləyir. Əriməsən, rəhmət sənin halva şamil olmur. Birinci Qədr gecəsində dedimi, Əleyhisselam deyir ki, nəzər eləməsən mənə və silahu hulbuka, mənim silahım göz yaşıdır. Silahım göz yaşıdır. Ata bir şey alıb gətirib, övlada deyir, bu sənə aid deyil ha. Bu sənə aid deyil. Övlad deyir, verdi onu mənə. Bir dəfə, 2 dəfə, 3 dəfə, 5 dəfə, 100 dəfə vermir. Ağlayır. O qədər ağlayır ki, atanın ürəyi rəhmə gəlir, deyir, ala verdim sənə bunu. Əleyhisselam belə yanaşır. Deyir, silahım göz yaşımdır. Mən bilirəm sən nə qədər rəhəmlisən, amma qiymətlisən axı. Qiymətlisən həm də rəhəmlisən. Mən səni rəhmvə çatmaq üçün, rəhmət halına düşmək üçün ağlayacam. Bilirəm ki, sənin tabun yoxdur, mən ağlayım, göz yaşı töküm. O halda sən məni bağışlayacaqsan. Bir dənə sadə misal deyim, hamıya aydın olsun.
Oğlan uşağı, qız uşağı fərq eləmir. Uşaq universitetə hazırlaşır. Elədir. Universitetə hazırlaşır. Ana deyir ki, oğlum, xahiş edirəm dərsləri oxu. Ata deyir, balam, xahiş edirəm dərsləri oxu. Xahiş edirəm yatıb qalma. Dur vaxtında dərsləri oxu. Hey yalvarır ata-ana. Ata-ananın xahişi imtihanı asanlaşdırdı. Yox. Nə ki, suallar var idi o testlərdə, qalıb da imtihanın çətinliyi öz yerində qalıb. Hə? Amma bu xahiş eləyir. Yoldan keçən ana xahiş eləyəndə uşağına ki, oğlum, dur imtihana hazırlar. Onda deyirlər, hə, yaxşı da imtihan verməsin. Yoldan keçəni buraxaq universitetə, yox. Belə olmuş. Xahiş nə üçündür ortada? Xahiş onun üçündür ki, səni hərəkətə gətirsin, sən qərar verəsən oxumağa, oxumağa başlayasan, imtihan asanlaşsın. Oxuyan uşaq necə? Mən məktəbdə oxuyan uşaq olmuşam. Mən imtihan gedən gün, deyir, imtihanlar bizim üçün həmişə bayramdır. Bir şeydə, filmdə deyir, Rus dilində. Mən həqiqətən də gözləyərim, xoş olurdu da mənim üçün. O qədər asan idi ki, mesela o vaxt bilet sistemi idi. Hamısını əzbər bilirdim. Gedirdim, oturdum rahat. Keyflə imtihan verirdim, çıxıb gəlirdim. Çətin dedim, amma bu cəmaat niyə görə çətinlik çəkir? Burada nə var ki? Çünki öyrənirdim. Öyrənən üçün asandır, öyrənməyən üçün çətindir. O məsumların xahiş eləməsi o demək deyil ki, bu iş asandır. Məsumların xahiş eləməsi odur ki, iş dəyərlidir. Amma sən dur hərəkətə, gəl ki, sənin üçün asan olsun. İsrarları bunun üçündür. Əhl-i Beyt bizi sevir, biz elə bilirik din dəyərsizdir. Əhl-i Beyt sevgisi onun üçündür ki, bizi hərəkətə gətirsin, yolu asanlaşdırsın, yoxsa dinin dəyəri öz yerindədir. Necə ananın israrı səbəbi olmur ki, imtihanları götürsünlər, imtihanın balları, belə testlərdə sualları götürsünlər. İmam Hüseyin gedir Ubeydullah ibn Hürr Cövfinin qapısına. Yandaşlar deyir ki, ağa getmə, bu o qədər də layiqli adam deyil. İmam deyir, məndən getməkdə, yəni hər halda. İmam gedir, qəbul eləmədi ki, qəbul eləmir, qəbul eləmir. İmamın onun qapısına getməyi işi həll eləmədi, çünki şərt şərtliyində qalmışdı. Bu din ləyaqətli adamlar istəyir. İmam getdi ona dedi ki, istəyirsən Fatimə oğlu, Peyğəmbər nəvəsi, mən səni təmizləyim, istəyirsən, səni paklamağa gəlmişəm, təmizləməyə gəlmişəm. Dedi ki, yox, mən sənə qoşula bilmərəm, mən qılınc verə bilərəm sənə, mən sənə at verə bilərəm, mən bu döyüşdə yoxam, mən bu döyüşdə yoxam. Ləyaqət lazım idi, sadəcə vicdan olsaydı bu adamda, deyərdi ki, gör kim gəlib mənim qapımı döyüb, gör kim mənim ayağıma gəlib. Bu elə bildi ki, din dəyərsizdir. İmam qapısına gəl, elə bilir ki, yəni din qalıb ortada, gəlin xahiş edirəm bu dinə, yalvarırıq sizə bu. Belə deyil, onun qiyməti çoxdur, bu sənə ürəyi yanır, ay biçara. Məhərrəm ayında bunu çox danışmışam, sonradan ayıldı. Sonradan ayıldı. Şəhid olan oldu, imam şəhadətə çatdı, bu deyir, dəli kimi küçələri gəzirdi, dəli divanə idi. Dəli kimi gəzirdi, peşman idi, deyirdi ki, neçə şeyə ürəyim yandı. Bir, ona ürəyim yandı ki, o uşaqlarını da götürüb gəlmişdi mənim yanıma. İmam Hüseyin niyə qızlar aparıb? Bəlkə onların vasitəsi ilə təsir eləsin. Körpə qızlar, 3 yaşda, 4 yaşda uşaqları. Deyir, o qızlarla, uşaqlarla gəlmişdi və imam mənlə danışa-danışa, deyir, onlar oyunla oynayırdılar, qucağına çıxırdılar, əlləri ilə oynayırdılar, başına sığal çəkirdilər, bir dəqiqə ondan ayrılmırdılar. İndi mənə dərd götürüb ki, imam şəhid olub, bu uşaqlar necə dözür? O qədər mehriban atanın itirilməsinə, bu birinci dərdimdir. İkincisi də budur ki, o gözlərdə necə məhəbbət var idi, o baxışlar gözümün qabağından getmir. O qəlbdə, o gözlərdə məhəbbət var deyə düşüb günahkarların dalıyca xahiş edir, gəlin. Amma mənada yox ki, gəldikləri yer asan, dəyərsiz bir yerdir ki, yalvarırlar bura gəlmək üçün.
Yaxşı elə idisə, yığdı hamını bir-bir qapılarına getdi. Xristiyanın belə qapısına getdi hamısının. Yığdı hamısını topladı. Aşura gecəsi nə dedi? Naz başladı. Gərək nazını çəkəsiz. Dedi ki, indi isə azadsanız gedə bilərsiniz. Azadsınız. Yəni, heç kəsə siz lazım deyilsiniz. Heç kəs minnət qoymasın, mən azadsan. Heç kəsə, heç nəyə lazım deyilsiniz. Olan qalan istərində təkəbbür də tökülməli idi. Təmiz paçlaşmalıydılar. Kərbəla hadisəsi olacaq sabah. Bu mühüm tarix hadisədir. Bunu pak adamlar yaratmalıdır bu hadisəni. Odur ki, axırıncı gecədə deyir ki, gedin. Yəni, heç kəs deməsin, mənə möhtac idilər. Yox, sizə dedilər, gedin. Gedin deyəndə bunlar düşürlər təlaşa, başlayırlar naz çəkməyə, minnət qəbul eləməyə. Heç kəsdə səhv təsəvvür yaranmasına Allah minnət qoyub sındırır. Başa düşək ki, insan o hala gəlib çatmayınca nicat tapmır. Quruluşu belədir. Ona görə Allah bu hala insanları yaxınlaşdırır. Yığır başına, axırıncı gecədir ki, çıxın gedin, lazım deyilsiniz. Buyurun. Ədəblə çıxardır hamısını bayra. İndi gəlirlər, ağa qurban olum, icazə verin, 100 dəfə canımız olsa sizin üçün doğranarıq, icazə verin, bizi layiq bilin, biz sizin yanınızda qalaq. Bunu başa düşməlisən, onu başa salır. Başa salır ki, səni gərək layiq bilsinlər, sən İmam Hüseynə kömək eləyəsən, birdən özündən belə gələrsən ki, mən görküməm, yox, sən gərək bu qapıda gərək israrla diyanasan, layiq bilsinlər, səni hələ layiq bilsələr, gələrsən. O axşamın çıxın gedin sözü var idi gecənin. Ondan sonra səhər bunlar əridi. Hamısının gözlərində, baxışlarında sual var idi ki, biz sənə layiq ola bildik, Kərbəla şəhidlər hamısı.